Qurban Bayramı ilə əlaqədar satışa çıxarılan qurbanlıq heyvanların qiymətlərində keçən illə müqayisədə artım müşahidə olunur. Yaşı kiçik olan xırdabuynuzlu heyvanların qiyməti isə daha bahadır. Satıcılar deyir ki, bahalaşmaya əsas səbəb heyvan yeminin və dərmanlarının qiymətlərindəki artımdır. Əlbəttə, keçən ilə bu ilə baxanda qiymətlər çox bahadır. Bir qoyunun ən minimum 350-400 arası qiymətlərdir. Quzunun ətinin kilosu düşür 19 manata, amma böyük heyvanların çəkisi düşür 18-ə, 17 manata. Bax belə. Məsələn, belələri var 400 manatdır, biraz böyükləri. Məsələn, belə var 300 manatdır. Hər qiymətə var, yəni 250 manatdan başlayır, 350 manata qədər var. İqtisadçılar bildirirlər ki, bayram qabağı qiymətlərin qalxması hər il müşahidə olan tendensiyadır. Qiymətlərin yüksək olmasına əsas səbəb xırdabuynuzlu heyvanların və otlaq sahələrinin azalmasıdır. Əgər 2017-ci ilin sonunda ölkədə 8 milyon 500 baş qoyun keçi saxlanılırdısa, 2021-in əvvəllərində bu 8 milyon baş ətrafındaydı. Hal-hazırda bu ilin aprel ayının sonunda statistikaya görə ölkədə saxlanılan qoyun və keçilərin xırdabuynuzlu heyvanların sayı 6 milyon 900 başdır. Yəni kəskin surətdə azalma müşahidə olunur. Saxlanılan heyvanların sayının isə artmaması, azalması həm idxalı artırır, həm də qiymətləri yüksəldir. Bir sözlə, yerli istehsal azaldığı üçün fermerlərin yetişdirdiyi məhsulların həcmi və sayı da azalır. Bu da qiymətlərə təsirsiz ötüşmür. Qeyd edək ki, Qurban Bayramı iyunun 6-sı və 7-si qeyd olunacaq.